Onlar nə edirlər? Qaşqabaqlarından bəlli olur ki, onlar düşmən əskəridir. Hey, sizlər! Komandiriniz kimdir? Cənab düşmən, bir sual. Sizi və həmkarlarınızı nə xoşbəxt edir? Aha, beləliklə fərqlərin artmasını istəyirsiniz? Əcəb oldu. Bu başqaları arasında başladığınız döyüşlərin nəticəsidir. Bir-birimizlə nə qədər fikir ayrılığımız olsa, düşmən bizə pislik etmək üçün fürsət tapacaq. İndi görürsünüz, bu mənim fikrim deyil, Quranın fikridir. وَلَا تَنَازَعُوا فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Ənfal surəsi ayə 46. Bəziləri bu cür münaqişələr ilə biz müsəlmanları zəiflətdiyinə diqqət yetirmək istəmir. Bu şəraitdə yaşla qurunu birlikdə yandırmaq da mümkündür. Nə edirsən? Deməli, onunla atəş açmaq istəyirsən? Heç olmasa hara vurmaq istədiyinizi de. Nə? Bizim səs yığma studiyamızı vurmaq istəyirsən? Demədimmi? Müsəlmanları dostluğa və birliyə dəvət etmək istəyən hər bir səsə hücum edəcəklər. İndi bunu özünüz istəyirsiniz. Müsəlmanlar bu iki bulut kimi bir yerdə olsalar güclü olarlar. Digər partlayışa qədər sağ olun.